anlayacaq. Misal, Quran xətasızdır. Əgər Quran xətasızdırsa, onda gərək Əhl-i Beytdə xətasız olsun. Dəlil nədir? Allah Fussilet surəsinin 42-ci ayəsində Quran barəsində deyir: "La ya'tihil batilə min beyni yedeyhi və la min xalfihi." Bu kitabda olan öndən gələn ayələrdir. Sonradan gələcək ayələrdə heç bir batil deyil. Yəni nə? Hamısı doğrudur. Hamısı düzdür. Düzgün yola yönəldir. Yəni Allah möhrü qoyur. Deyir ki, bu kitab nədir? Xətasızdır. Hidayət eləyəndir. Amma gəlin baxayın görən imamət barəsində bəs Allah nə deyir? Əgər Quran xətasızdırsa da imamət də gələk xətasız olsun. Əhl-i Beyt haqqında nə deyir Allah? Əhzab surəsinin 33-cü ayəsində xəta məsələsində ki, Quran xətasızdır, Əhl-i Beyt də xətasızdır.